Qovrulmuş ətlə hazırlanan samsa resepti. 500 qram unun üzərinə çay qaşığı duz, çay qaşığı qabartma tozu və 200 qram otaq istiliyində yağ əlavə edib umacıqla. Üzərinə 200 qram xama əlavə edib xəmiri yoğurduqdan sonra 30 dəqiqə soyuducuda saxlayıb, sonra isə hissələrə kəsib 19 ədəd yumru top hazırlayıram. Və gözlətmədən ilk hazırladığımdan başlayaraq yayıb, içli yerləşdirib bükürəm. İçliyin tərkibi isə çəkilmiş ət, soğan və ədviyyatlardır. Göstərdiyim kimi bükdükdən sonra soğan istinə yığıb, üzərinə yumurta sarısı çəkib, çörək otu səpib, sonra isə öncədən isidilmiş 200 dərəcədə üzəri qızarana kimi bişirirəm.